Bugün özümüzü tənqid etməyi dayandıracağıq. Özümüzü nəyə görə tənqid edirik? Özümüzü tənqid etməyi bacarmalı deyilik ki. Özümüzü yersiz tənqidlərdən Yox, qorumalıyıq. yersiz tənqid etmirəm. Yəni yeri gələndə səhvim olanda, yəni öz səhvimi qəbul etməyi bacarıram. Niyə bu qədər düzsən səncə? Mükəmməlsən. Yəni dürüstlük sizcə rahatlıq deyilmi? Dürüstlük, bəli. Amma niyə bu qədər çox hər şey sanki yüzlükdür, onluqdur? Xeyr, təbii ki, bu Heç mi cür özünü anlamıram. indiyə qədər tənqid eləməmisən? Tənqid eləmişəm. Hər hansısa bir şey Bu eləmisən, mövzuda içindən gəlib eləmisən və başqasına görə özünü başlamısan tənqid etməyə gərək eləməzdim. O məni pis başa düşdü, o məni pis anladı, pis gözlə baxdı. Onun yaddaşında çox pis qaldım. Heç deməmisən indiyə qədər. bu mövzuda xeyr deməmişəm. Səncə bizim içimizdəki daxili səsdir, yoxsa özümüzü tənqid eləməkdir? Çünki başqası bunu yanlış olaraq yorumlayır və yaxud da ki, öz-özünə haqq qazandırmaq üçün bu deyir mənim daxili səsimdir. Amma əslində öz-özünü tənqid edir içdən-içə. Niyə başqasının gözündə bu qədər mükəmməl olmaq məcburiyyətində hiss edirik özümüzü? Niyə məcburuq? Niyə başqası mənim haqqımda pis düşünməməlidir? Niyə Yoxsa düşünməlidir başqasının ki? gözündən düşməliyəm? Niyə mən özüm kimi olduğum zaman niyə başqasının gözündən düşməyi bu qədər önəmsəyirəm? Əslində bizim bu iç səsimiz var ki, bu iç səsimiz daxili dünyamızdan gələn səs bizim öz səsimiz deyil, valideynlərin səsidir. Anamızın, atamızın səsidir. Bizi tənqid edən biz deyilik, valideynlərimiz içimizdəki. Bunun fərqində varmısan heç? Bu tərəfdən baxmamışdım. Əslində özünü tənqid etmək bu çox gözəl bir hissdir. Çünki sən özündəki yanlışlıqları düzəldirsən. Bir də var ki, sən özün kimi olursan, özün kimi davranırsan və daha sonra ananın, atanın səni tənqid etdiyi kimi özünü tənqid edirsən. Bu artıq sənin iç səsin deyil. Özünlə, o içinlə danışırsan, sual-cavab edirsən, özün sual verib özün cavab verirsən. Bax, bu sənin valideyninlə öz arandakı olan dialoqundur. Çəkilişdən öncə dediyimi yəqin deyirsiniz. Bəli, artıq sən özünə sual verib cavab verirsənsə, çəkmiş olsun, artıq sən hastasın. Əgər özünə sual verib cavab verirsənsə, deməli, içindəki o mənlə başlayırsan dialoq qurmağa. Amma bir şey deyim də, misal üçün hər hansısa bir situasiya olur və o məni üzür və yaxud da əsəbləşdirir və yaxud da bir hər hansısa bir neqativ hissə sahib edir də, belə deyək, o anlıq. Onu mən daxili səsimdən sanki həll edirəm. Və yaxud da belə bir gözümün önündə təsəvvür edirəm ki, həmin insanı kimə əsəbləşmişəmsə, kimə deyəcək sözüm varsa, o insanı gözümün önündə oturduram. Demək istədiyim hər bir şeyi ona deyirəm, rahatlayıram və sanki elə bil ki, onun hər şeyi həll edirəm və bitirirəm. Sonra da deyirəm ki, hə, artıq bitdi, rahatam. Hər şeyi orada bitirirəm və sonra rahatlayıram. Və sonra da həmin məsələni artıq mənimlə təsir eləmir, xatırlamıram da. Hətta indi desəz ki, hansı məsələni demisən, xatırlamıram ki, nə idi o. Yaxşıdır bu. Bu, əslində sən özün izləyicilərimizə bir taktika, texnika verdin. Elə mənim dediyimi sən üstələdin. Əgər bir insana qarşı əsəbiniz, kininiz varsa, keçmişlə bağlı olsun, özünüzlə bağlı olsun, bax, özünüzü tənqid edəcəksiniz. Gözünüzü yumun, dərindən nəfəs alıb verin, yenə də həmişə olduğu kimi. Nəfəsinizə bir neçə dəqiqə fokuslanın və daha sonra kimlə problem yaşayırsınızsa, içinizdə o dialoqu yaşayırsınızsa, gözünüzün önünə həmin şəxsi gətirin və ona aid olan bütün sözləri ifadə edin, deyin, səsləndirin. Ta ki, ağlınızda ona qarşı heç bir söz qalmayana qədər. Və tamamilə səni azad buraxıram, həyatıma gəldiyin üçün təşəkkür edirəm. Səni həyatımda sevgi ilə azad edirəm. Səninlə aramdakı bütün dialoq bitdi. Səni sevgi ilə həyatımdan azad edirəm. Dediniz və tamamilə heç olmamış kimi hiss edəcəksiniz. Bu duyğunun heç vaxt olmamış kimi hiss edəcəksiniz. Valideynlə, uşaqlarla, yoldaşınızla, dostlarınızla, keçmişinizlə, özünüzlə, hər şeylə bağlıdır bu texnika. Özümüzü niyə tənqid edirik? Çünki valideynlərimiz bizə tənqid edərək yaxınlaşıb. Valideynlərimiz bizi tənqidlə böyüdü. Niyə ancaq tənqid etməyə daha çox yaxşı bilirlər? Anlayış tərzi odur. Anlama dili odur. İfadə etmə tərzi odur. Çünki o da valideynindən onu görüb. Və necə dəyişə bilərik ki bunu? Özümüzə bu sevgini göstərərək. İndiyə qədər necə dəyişmişik?
öz uşaqlığımızla barışmışıq, öz uşaqlığımızda özümüz şəfalandırmışıq, öz sevgimizi özümüz vermişik özümüzə. Və bununla razılaşdığımız an, qarşılaşdığımız an, qəbul etdiyimiz an özümüzü rahat hiss edəcəyik. Nə üçün özümü tənqid edirəm? Niyə mən olmaqdan çıxıram? Niyə mən olmaqdan çıxdığım an özümü daha xoşbəxt hiss etmirəm, amma başqasını xoşbəxt etmək istəyirəm. Özüm olmuram, özümlə mutluluq duymuram, amma başqasını mutlu edirəm. Bu zaman öncəliyim kim olur? Təbii ki, özümüz olmuruq. Özümüzün mərkəzində nə qədər özümüzük? Buna biraz düşünək. Nə qədər mən mərkəzimə özümü qoymuşam? Ata evində olanda ana-atanı qoyuruq mərkəzə. Ərə gedəndən sonra yoldaşı qoyuruq mərkəzə. Uşaq olandan sonra uşağı qoyuruq mərkəzə. Yaxşı, tamam, özümü nə vaxt qoyacam? O mərkəzdə nə vaxt özüm olacam? Nə vaxt özümü düşünəcəm? Nə vaxt özümlə bağlı olan planlarım olacaq? Mən 5 il sonra kim olmaq istəyirəm? Necə biri olmaq istəyirəm? Necə görünüşdə, necə duyğuda? Ana bunlar. Niyə özümü bu qədər çox tənqid etməyə meylliyəm? Və tənqid etdiyim şeylər nələrdir? İç səsim mənə daha çox nəyi deyir? Bir həftə boyunca necə keçən dəfə etmişdiksə 7 günü, indi də bunu 7 gün yazırıq. Duyğularımızı yazdığımız kimi bunu da yazacağıq. Mən 7 gün boyunca daha çox hansı hadisələrdə nəyi tənqid etdim? Özümü niyə görə günahlandırdım? Niyə tənqid etdim özümü? Və bu tənqidlər daha çox nələrə məxsusdur? Kim kimi tənqid etdim özümü? Anam kimi, yoxsa atam kimi? Həyatımızda kimlər önəmlidirsə, önəmli şəxslərdirsə, daha çox onlar kimi görəcəyik ki, özümüzü onlar kimi tənqid edirik. Və bunu tənqid etməyin mənə nəyi verir? Və ya məndən nəyi alır? Güzgünün önünə keçirik yenə. Həmişəki kimi güzgü texnikasını edirik. Mən sən olduğun kimi qəbul edirəm. Mən beynimdəki səsləri durdururam. Ürəyimdəki səsləri durdururam. Tamamilə əksini deyin. Nə demək istəyirsən? Bütün fikirlərini ifadə et. Negativ, pozitiv fərqi yoxdur. Fərqi yoxdur hamısını. Güzgünün önündə hamısını de. Bəs bu beynimizdə nə isə kodlamayacaq? Ondan sonraki kodlama artıq sənin beynini kodlayır. Bu beyninin, zehninin boşalması deməkdir. Hər bir şey dedim, bitdi. Necə ki, bayaq dediyim kimi kimisi önümüzdə təsəvvür edirik. Eyni zamanda özümüzü özümüzün gözünün önündə təsəvvür edirik. Hər bir sözümüzü dedik. Negativ, müsbət, mənfi hər birini. Və daha sonra nə üçün tənqid etdiyimizi tapırıq. Niyə tənqid etdim? O hadisə məni nəyə yaşatdı? O hadisədən niyə peşmanlıq duydum? Niyə özümü günahlandırdım? Bu günahlandırmanı mən özümə etdim, yoxsa valideynimin gözü ilə mənə özümə baxıb tənqid etdim? Bundan qurtulmaq lazımdır. Bunu necə ayırd edə bilərik ki? Əgər valideynin kimi gözünün önünə gətirərək deyirsənsə, özünü tənqid edirsənsə, həmin o cümlələrdən valideynin də sənə istifadə edib. Bəzən olur valideynimizə bənzəmək istəmirik, amma bəzən elə söz ağzımızdan çıxır ki, elə hərəkət edirik ki, bir an şok etkisi yaşayırıq. Mamam kimi davrandım, atam kimi davrandım. Və bu sənin içindəki valideynini böyütdüyün deməkdir. Qoruyub saxladığın deməkdir. Başqasını mühakimə etdiyimiz an başqaları da bizi mühakimə etməkdən əl çəkəcək. Sən nə qədər ki, insanları yargılayacaqsansa, bu niyə belə geyinib, bu niyə belə bəzənib, bu niyə belə edib, başqası da səni mühakimə etməkdə onda dayanacaq. Başqası da səni müzakirə etməyəcək. Niyə axmağam? Necə anlamadım bu hüşmə? Məsələn, sən kimisə düşünürsən ki, niyə belə geyinib, niyə belə davranır, yargılayırsansa, başqası da səni o cür yargılayır. Mən səhv başa düşdüm. Elə bunu deyirsiniz ki, başqasını yargılasan, başqası da sizi yargılamayacaq. Başqasını yargılamadığın an başqası da səni yargılamayacaq. Məsələn, mən kütbeyinəm, mən heç nə bacarmıram, heç kim mənim düşüncəmi önəmsəmir düşüncəsində olanda, avtomatik həqiqətən də görəcəksən ki, sənin ətrafındakı insanlar sənin düşüncəni heç ümumiyyətlə qayda almır, düşüncəni heç maraqlanmır. Məsələn, kollektivlə harasa gedirsən, hamıdan tək-tək soruşulur, nə yemək istəyirsən, səndən soruşulmur. Kollektivdən soruşurlar ki, hara gedək, səndən soruşulmur. Niyə? Niyə səncə bu belədir? Çünki sən özünü tam şəkildə qəbul etmirsən. Bir sözlə özümüzlə olan münasibətimizi qaydasına salmalıyıq. Bəli, özümüzlə münasibətin qaydasında deyilsə, ətrafındakı insanlar da sənə düşündüyün kimi davranacaq.
və beyin deyəcək ki, gördün Zəhra, insanlar belə davranır. Əslində sübuta keçmək istəyir. Beyin sürəkli olaraq həyatımızda nələrsə sübut etmək istəyir və bizim düşüncələrimiz nələrdirsə, həmin o düşüncələr həqiqətən də bizə beynimizi haqlı çıxardır. Və beynimizi haqlı çıxartması üçün də müəyyən səbəblər verir, hadisələr yaşadır. Ona görə müsbət yöndə beynimizi daha çox sübuta keçirək, mənfi yöndə yox. Və tapşırıqlarımdan biri bu olacaq ki, mən kifayət qədər yaxşı biri deyiləm, yaxşı deyiləm deyiriksə, bunun tamamilə əksini deyəcəyik. Özümüzlə bağlı nələri tənqid ediriksə, onları əks istiqamətdə özümüzə deyəcəyik. Mən kütbeyinəm olaraq böyüdülmüşəmsə, sən kütbeyinsən, sən qanmırsan, sən başa düşmürsən, bilmirsən, onun tamamilə əksini deyin özünüzə. Çox ağıllıyam, çox dürüstəm, mükəmmələm. Bu şəkildə deyəndə artıq beyin buna kodlanacaq. Mən yaxşı deyiləm deyil, mən daha çox yaxşıyam. Hər şeydə yaxşıyam. Bilmədiyimi də öyrənirəm və həyata keçirirəm. Sən özünü uğurlu olaraq görmək istəyirsənsə, özün görmək istəyirsən, yoxsa başqasını hirslə demək istəyirsən. Valideyn əgər səni hirslə böyüdübsə ki, sən heç nəyi bacarmarsan, sən heç nə edə bilmərsən, onda avtomatik olaraq mən uğurlu olmalıyam ki, valideynim görsün ki, mən bacardım. Niyə? Bu hirsin içərisində hirsi böyüdür. Hirsi çoxaldır həyatımızda. Və bu çoxaltmaması üçün də birinci növbədə uğurlu olmağı, şanslı olmağı, çox pul qazanmağı, zəngin olmağı, bolluq bərəkətində olmağı hər bir anlamda, sevgi baxımından da, maddi baxımdan da. Birinci növbədə özümə buna layiq bilməliyəm. O həyata layiq bilməliyəm, öncəki efirlərdə dediyimiz kimi. Və daha sonra onu öz həyatımı daha yaxşılaşdırmaq üçün gətirməliyəm, hirs olaraq yox. Tapşırığımın biri bu olacaq ki, baxın görün həyatınızda arzusunda olduğunuz ev, maşın, maddi zənginlik, mənəvi zənginlik, sevgi baxımından özünüz mü istəyirsiniz? Yoxsa bunu kiməsə özünüzü sübut etmək üçün mü istəyirsiniz? Əgər bunun üçün istəyirsinizsə, yəni özünüzün daha yaxşı versiyasına çatmağınız üçün, rahatlığınız üçün istəyirsinizsə, tamamdır bu. Yox, əgər bunu başqasına özünüzü sübut etmək üçün, qoy mən başarılı olum, valideynim bunu görsün ki, mən bacardım, bilin ki, orada axsayacaqsınız. Bilin ki, orada hər hansısa bir yanlışlıqlar edəcəksiniz və valideyniniz yenə gördün sözünü deyəcəksə. Buna görə də hər bir şeyi özümüzün rahatlığı və konforu üçün istəməliyik. Bu, bizim artıq öz iç səsimizi susturmağımız deməkdir. Əgər sən harda necə qab yuduqlu bilmirsənsə, bir kitabı oxuyursan, 3-4 vərəqini oxumusan, birdən-birə görürsən ki, 3-cü, 4-cü vərəqdəsən və heç nə oxuduğunun fərqində deyilsən, xatırlamırsan bunu. Bu nədir? Bu artıq sənin öz iç səsindən danışmağın, beyninin burada olmamağı deməkdir. Düşüncələrin ya keçmişə gedir, ya gələcəyə gedir. İç səsindən özün-özündən danışırsan, özün-özünü tənqid edirsən, sevirsən, sevmirsən, bunu artıq biz bilə bilmərik. Daha çox tənqid edirsən deyə düşünürəm. Və daha çox hamımız, təkcə sən yox, eyni zamanda izləyicilərimiz ola bilər bu. Və avtomatik olaraq biz bu düşüncələri susturmalıyıq. Necə susturmalıyıq? Sus və beynimizi kodlamağımız üçün nə edirik? İç səsini sustururam. Hal-hazırda gördüyüm işə fokuslanıram. Düşüncələrim andadır. Anı yaşayıram. Anı düşünürəm. Etdiyim işi düşünürəm. Bu ana gəlirəm. O an hər hansısa bir qoxunu hiss edin. O an nə iş görürsünüzsə ona fokuslanın və öz iç səsinizi görəcəksiniz ki, yavaş-yavaş tərbiyə edirsiniz deməkdir. Öz iç səsinizi tərbiyə etməsəz, tənqid etməyə davam etsəz, gündəlik istifadə etdiyiniz afirmasiyaların hər biri sadəcə bir afirmasiya olaraq qalacaq. Bunun siz öz həyatınızda hər hansısa bir effektini görməyəcəksiniz. Çünki iç səsimiz bizim bütün günümüzü qapsayan bir mövzudur. Texnikanın sonuncusunu da deyim sizə. Deyim. Güzgünün önünə keçirik yenə. Yenə güzgü. Özünüzü özünüzə göstərən tək sehir güzgüdür. Gözünüzün önünün içinə baxın. Güzgüsüz özümüzü kənardan müşahidə edə bilmərik. Necə? Sanki bir kamerayıq, gözümüz kameradır və oturduğumuz yerdə özümüzü Fokuslana bir... bilməyəcəksiniz.
beyin ya gələcəyə gedəcək, ya keçmişə gedəcək. O an ona fokuslanmaq üçün çaba sərf edəcək, efor sərf edəcək, deyəcəkləriniz yaddan çıxacaq, deyə bilməyəcəksiniz, qırıntılar olacaq. Və diqqəti paylaya biliriksə. O zaman ola bilər. Amma yenə də güzgüdə gözünüzün içinə baxsaz, Anlıq özümü psixoloji onda problemi olan biri kimi görmüşdüm. onda artıq özünüzü yavaş-yavaş qəbula keçəcəksiniz deməkdir. Gözlərinizin içinə baxırsınız. Əgər bu çalışmanı yerinə yetirməklə bağlı hər hansısa bir narahatlıq keçirəcəksinizsə, diqqətinizi ağzınıza və burnunuza verin. İçinizdəki uşaqla söhbət edirsiniz. İçinizdəki uşaq böyümək, qol-qanad açmaq istəyir, sevgiyə, tərifə və başqaları tərəfindən qəbul edilməyə ehtiyac duyur. Bunun üçün mən səni sevirəm və bilirəm ki, əlindən gələni edirsən. Səni olduğun kimi qəbul edirəm. Sən olduğun kimi mükəmməlsən. Mən səni təqdir edirəm. Daxili səsinizdə tənqidin azaldığını hiss edənə qədər bu afirmasiyanı davamlı sürətdə deməyə qayrət edəcəksiniz, təkrarlayacaqsınız bir neçə dəfə və özünüz üçün uyğun bildiyiniz qaydada bunu davam etdirəcəksiniz 21 gün boyunca. Bu artıq sizin öz iç səsinizi susturacağınızı göstərən texnikadır və ondan sonra artıq özgüvən o qədər olacaq ki, nəinki özünüzü tənqid etmək, başqalarının da tənqidini götürməyəcəksiniz. Başqasının tənqidinə də açıq olmayacaqsınız. Pis bir şey deyil. Pis bir şeydir. Səncə pisdir? Başqası səni gəlir, yıxır və yenidən yaradır. Hər şeyin aşırısı pisdir. Əgər mən səni tənqid edirəmsə, sən öz doğru bildiyin yoldan cayırsansa, səhv yola gedirsənsə, mənim dediyim yola gedirsənsə, öz doğrun yoxdursa, öz yolunda qalıb, inad edib qalıb, onu davam etdirmirsənsə, öz istəklərindən başqasına görə, başqasının fikrinə görə tez vaz keçirsənsə, bu problemdir. Hər şeyin aşırısı ziyan olduğu kimi, tənqidin də aşırısı ziyandır. Təbii ki, amma yəni yerində və zamanında tənqidin də özünün yeri var. Çünki bir insan özünü tənqid etməyi və ətrafdan tənqidi qəbul etmirsə, mənim fikrimcə artıq bu egoistliyə gedib çıxır. Bir var ki, sən öz doğrundan vaz keçirsən, öz istəyindən, xəyalından vaz keçirsən tənqidə görə və yaxud da başqası sənə desə ki, necə xaraktersiz birisən və buna da həqiqətən inanırsansa, bu tənqidə açıq olmaq demək deyil. Tənqid səni böyüdən bir şeydir. Sən, məsələn, bu çayı bura yox, başqa yerə qoy. Bunu içinə hər hansısa bir aromalar qatsan daha xoş olar. Və yaxud da bu otağı bu cür etsən daha yaxşı olar demək də bir tənqiddir, amma bunun da bir növü var. Bunu qəbul edə bilərik, buna açıq ola bilərik. Amma sənin olmadığın bir xarakteri tənqid edirlərsə və sən elə olmadığını bilirsənsə, özünü isbata keçirsənsə, sübuta keçirsənsə, özünüzü həmin insana göstərmək üçün mən elə deyiləm, mən belə deyiləm ifadəyə keçirsənsə, bu tənqid sənə ziyan verər. Düşündürücüdür. Düşündürücüdür, amma və düşünürəm, öz tərəfimdən baxıram da, yəqin ki, hər kəsdə fərqlidir. Mənim fikrimcə özünə inanan biri o qədər də o təsirə düşməz. Amma biz burada Yəni öz doğrularını bilən də, öz istəklərindən əmin olan biri. Biz burada özgüvən formalaşdırırıq. Əgər bir insanın hər hansısa bir özgüvəndə problem varsa və yaxud tənqidə açıq biridir və hər bir tənqid açıqdırsa, o tənqid o insanı yıxır, yenidən yaratmağa çalışırsa və hər dəfəsində yıxılır, orada da saxlayırsa, bu artıq bu tənqid o tənqidlərdən deyil. O zaman belə deyə bilərik ki, əgər misal üçün də bir situasiya götürək, o situasiya daxilində sən özünü tənqidə yanaşırsansa və bunun yanlış olduğunu həqiqətən dərk edirsənsə, artıq kənardan gələn tənqidi də qəbul edə bilərik. Halbuki tamam bir situasiya götürək, o situasiyada sən doğrusan və bundan əminsən, özünə də inanırsan ki, həqiqətən də burada tənqid ediləcək yanlış bir şey yoxdur və ətrafdan gələn o tənqidi qəbul etməyə bilərsən və ona əsasən fikrini bildirə bilərsən. Mən dediyim tam elə. O zaman doğru anlamış. Bəli. İnşallah izləyicilərimizə doğru anlayaq. Mənə elə gəlir ki, insanları yormamaq daha yaxşıdır. Qısa və öz mövzuları olsun.
Başqa bir sualın var? Başqa bir sualım yoxdur. Zaten hər çəkiliş öncəsi bir aramızda dialoq keçir. Əm, Deyəsən mən burada sizdən seans alıram fərqində olmadan. Bəli, elə mənim də məqsədim budur. Bu videoya baxan hər kəs seans alsın. Seans alırmış kimi olsun və həqiqətən də bir faydalı özünə nələrsə etsin. Bunu istəmirəm ki, dinləyərək qalmaq, yəni dinləyərək qalmasın. Bunu əməl də etsin. Bunları həyata da keçirsin bir insan. Və məncə sizin bu cür videolar çəkməniz və izləyicilərə sunmağınız bir yəni fikrimcə psixoloqlar barəsində bir stereotip var ki, deyirlər ki, pul xatirinə dinləyirlər sizi. Yəni məncə seans müddətində sadəcə dinləməyin olmadığını da göstərirsiniz ki, burada və pul xatirinə deyil, sadəcə sizlər üçün varıq deməsində. Maddiyyat da ki, burada mənim fikrimcə artıq o yaşam koçları deyirlər, alma vermə dəngəsini qorumaq üçündür. Alma vermə dəngəsini də biz burada necə qoruyuruq? Abunə olmaqla və yazmaqla, bəyənməklə. Mən bir çaba sərf edirəm, mən bir vaxt sərf edirəm. Seanslarımda istifadə etdiyim texnikalardan deyirəm. Bunu sən özün daha yaxşı bilirsən. Seanslarda istifadə etdiyim texnikanı, yəni seansa saxlamıram ki, seansa gələr edərəm. Əgər bu güc məndə varsa, mənim bu həyat missiyamdırsa, Allah mənə bunu bəxş edibsə, mən bunu niyə pulla satım? Sadəcə alma vermə dəngəsini qorumağımız üçün, bəli, bu artıq karma yaradır. Bir insanın haqqına girirsənsə, baxırsan, faydalanırsan, amma ona hər hansısa bir fayda vermirsənsə, bu artıq karma yaradır. Mənə gəlir ki, bu karmanı bu kanalda heç kim götürməz. Mənim də istəyim budur. Əgər sənə xoş gələ bilirəmsə və sənin timsalında izləyicilərimizə xoş gələ bilirəmsə, nə mutlu mənə. Bəli. Və ya tapşırıqları yerinə yetirib nəticələri bizlə bölüşə bilərlər. Bəli. Artıq ondan sonra ailəmiz getdikcə böyüyəcək və ondan sonra nəinki onlayn şəkildə belə, eyni zamanda canlı texnikalardan da istifadə edəcəyik, kamplardan. Kamplar dediniz. Mən fikir olaraq bildirəcəydim ki, bir marafonu artıq bir canlı olaraq belə master-klass halına gətirib o cür də. Bəli. Bütün fikirlərə açığam. Tək iştirak etmək istəyən olsun. Oldu zaman bugünlük də bitirək. Bitirək. Oldu, hələlik. Hələlik. Növbəti efirdə görüşəcəyik.